Bismillahirrahmanirrahim. Yasin. Allahu Ekber. Allah şəhidlərimizin məqamını daha da yüksək eləsin inşallah. Bugün Şərur Şəhidlər Xiyabanında aktivistlərindən biri olan bütün şəhidlərimizin müstəqil Azərbaycanımızın ruhlarına, bayrağı indi şəhid işğal olunan bütün İbrahimov sahibin bacısı Mərnə xanım qəsəbələrimizdə tədbir təşkil məğlul edir dalğalanır. Mən arzu və edirəm ki, bütün bu Azərbaycan bayrağımızın şərəfinə altından Azərbaycan ehsan torpağı süfrəsi başımızın verəcək. üstündən Azərbaycan Allah bayrağı cəm əks olmasın. şəhidlərimizin Həqiqətən mənim balaca bir məqamların uca şey eləsin. olacaq. Bu günləri sahib qardaşımızın bacısı Mədinə xanım şəhidlərimizə ehsan verir. Bu günləri bu tədbiri Mədinə xanım təşkil edir. Bu vatanın bütövlüğü uğrunda burada olan yatan, burada olan olmayan Azərbaycanın bütövlüğü uğrunda Azərbaycan 20 bindən çox şəhid veribdir. Son nöqtəni qoyanlardan biri 44 gündür şəhidlər. Şəhidləri unutmayın. Gələcək nəsillərə çat. Və bu tədbirləri keçirik. 3 gündən sonra anım günüdür. Şəhidləri anacağıq. 27'sində bizim müharibənin ilk günündə nə qədər şəhidimiz olubdur. Onlar bilə-bilə canlarını, şirin canlarını verdilər. Bizlər üçün bütün şəhidlərimiz dəyərlidir. Bizlər üçün bu vətən uğrunda can alan, sağlamlığını itirən, orada iştirak edən bütün döyüşçülər dəyərlidir. Sevgisi və şəhid sevgisi olub burada olan iştirak edənlər hər kəsin Allahdan razı olsun deyirəm. 1988 ildə başlayan müharibə lənətə gəlmiş ermənilərə bütün Suriya, Liva, bütün xarici dövlətlər köməklədi. Elə bildə Azərbaycan olmayacaq. O şəhidlər qanları ilə bu torpağı müdafiə edib bütün dünyaya bəyan etdi ki, Azərbaycan yaşayıb yaşayacaqdır da. Bizim ali baş komandanımız başqa bir dövlətlərdə müharibə edir. Hamısı təzyiq göstərdi. Heç bir şəhid öz namusu, qeyrəti üstü üçüncü ev döyüşməyib. Hamısı Azərbaycanın namusu, qeyrəti uğrunda gedən döyüşlərdə döyüşüb şəhid oldu. Həmin sahibi şəhidimizi gözəl tanıyırdım. Seyiddə bir yerdə gəldilər, sədərdə döyüşdülər. Sonra ara səngərdən sonra onlar görmədim. Soruşunda dedilər ki, onlar gediblər artıq Qarabağa. Bəli, dedilər, getdilər, onlar fiziki istiqamətində oradadılar. Oturmuşsan çayçıda, oturmuşsan evində, buradasa sahibin tədbiri keçir. Dur oradan çıx, mübahdan keç müstəhabbata, gəl burada ömrü xərclə. Kimə xərclə? Kimə? Allaha, şəhidə dəyər vermək, Allaha ömrün vermək deməkdir. Allah'tan Euzubillahimineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elif Lam Mim. Zalikel kitabu la raybe fîh huden lil muttaqin. Allah rəhmət eləsin. Allah cəmi şəhidlərimizə rəhmət eləsin. Məkanları cənnət, məqamları uca olsun inşallah. Allah burada uyuyan, Şərur Şəhidlər Xiyabanında uyuyan şəhidlərimizin də məkanın cənnət, məqamların uca eləsin inşallah. Şərur rayon məscidində ehsan süfrəsi açılıb. Bu ehsan süfrəsi sahibinin nə ad günüdür, nə il dönümüdür. Azərbaycanın bütövlüyündə cəmi dünyasının dəyişmiş şəhidlərimizin uğrunda biz ehsan süfrəsi veririk. Allah qəbul eləsin. Hamımızdan Allah razı olsun. Allah qəbul Allah eləsin. bizləri heç zaman bir-birimizin arasında fitnə fəsad saldırmasın. Allah təzə köynə şəhid eləməsin. Qardaş, sənə ad verirəm, izzət-i cəlalına. Sənə atılan